Axır bunlar deyib ki, kişi pul getirin, bize heç ne lazımdır. Bu adici adamlardır bu. Adam sandığın ağzını bağlayıb, açarda cibinə koyup da çıxıb gedib ya. Heç bunlar bilmir bunun içində ne var. Bu da elə bilir ki, doğrudan Mehdi İsa bir zaman buradadır. Ağrı Sovet Devleti'nin yeni gelen vaxtıymış, saldat tökürlər. O vaxt oranın deməli zadı da ne deyirlər, Milis İdarəsinin böyüyü Rüstəm Əliyeviymiş. Rüstəm Əliyev gücü çatmırmış insanlara, deyirmiş ki, siz ne gayrısınız, siz ne danışsınız, burada ne pir, ne falan. Axırda saldat tökürlər yeci ilə qoymurlar, oranı qomarırlar və insanları oraya bırakmırlar. Sonra başlayıblar ki, bunları sizi tutacağıq. Bir neçəsini də tuturlar. Ne gayrılarmış? Bu insanlar deyir, Mehdi İsa bir zaman gelip, hamısı dünya başqa cür olacaq, xəstələr sağalacaq, nə bilim, nələr yalanlar danışırlar. Axırı gəlib deyib, ay insanlar buraya gəlin. Sandığın açarını ver, açar məndə yoxdur. Kimdə də bir kişi gəldi, adını da bilmirəm, bizə pul verib, çoxlu miqdarda pulla biz baxırıq bunlara. Sandığı sındırandan içindən nə çıxsa, Mehdi İsa bir zaman əvəzində 2 dənə göyərçin çıxdı. Bax, o Sovetskdə olan hadisələr, bax bu zadda olan, Nardaranda olan hadisələr, bax bu indi Dəlməmmətlidə olan hadisələr, Qaloş biri deyirlər, biri nə deyirlər, bunlar ayıb şeydir. Deməli, biz hələ səviyyəmiz, belə şeyləri görəndə bizim səviyyəmiz Afrika səviyyəsində olur, o. Ayıbdır. Nujeli o kəndin bir dənə ziyalısı yoxdur, desin, hə, bu nədir? Qaloşu buraya vurmaqla, ya papağı buraya vurmaqla sağalacaqsa, özə Seyid kimlərə deyirlər o? Seyid qanunla Məhəmməd Peyğəmbərin nəslindən olan adamlara deyirlər. Onun adamlarından 5 nəfər qalıb. 4'ü Səudi Ərəbistandadır. Bunlar milyonlarla pul verirlər aylığına. Amma hökumət də ona versə də onlar onu qəbul eləmir. Biz sağlam adamıq, özümüz işləyirik, özümüz yeyirik. Siz o bizə təsis elədiyiniz Məhəmməd Peyğəmbərin nəslindən olduğuma görə pulu kasıblara verin, dettomlara verirlər, aralar verirlər. Nə başını aradım? Bu bir nəfər də İordaniyanın Pusat kralıdır. Onun atası var idi, İbrahim İdnədir. Siz onu bilirsiniz ki, Vietnamda Amerika ilə Rusya müharibeliyirdi orada. O müharibəni kəsən İordaniyanın kralı getdi, George Bush idi, yox, deyəsən Reagan idi, hası idi, bilməyəm. Ondan xahiş elədi müharibəni kəsin. Mən Məhəmməd Peyğəmbərin nəslindənəm dedi. Onda bax onu kəsdi. Yəni oğul, bu qədər də Seyid hardan çıxdı bu? Hər kənddə Seyid var yalanla. Ay oğul, belə Seyid mi olar, hə? Bu qədər Seyid olar mı? Bu qədər də Seyid olmaz. Yalancı Seyidlər çoxdur oğul. Məhəmməd Peyğəmbərin nəslindən Azərbaycanda yaşayan olmayıb. Onlar hamısı yalandır. Və mən xahiş edirəm insanlardan, Seyid elan edib, yaxşı edib, sağ olsun, inançlı insanlar inanırlarsa ona, inansınlar. Daha belə biabırçılıqla eləməsinlər. Bizim millətə vəhşi kimi baxırlar. Qırırlar bir-birinin əlini vurmaq üçün oraya, oradan keçmək üçün belə şeylər olur mu? Əlini o daşı, o büstə vurmaqla, başına vurmaqla adam sağalar mı? Belə gülməli şeylər bu Azərbaycanda baş verir, valla. Adam deyir, sən harada yaşayıram mən? Afrikadan bura, harada? Qəbilə zadı deyir, bu da oradan da. Mən təvaqqi edirəm o Seyidin ailəsindən, oğlanlarından. Belə şeylərə yol verməyin. İnsanları düz yolla aparmaq lazım. Seyiddir, Allah rəhmət eləsin, ölüb, bəlkə doğrudan da cəddi var, bəlkə də insana yaxın adam olub, belə insanlar var həyatda. Amma daha insanları bu kökdə eləmək olmaz. Olmaz belə.